Salam, hər vaxtınız xeyir. Bugün yeni il bayramına özel olaraq belə bir peçeniye bişirdim. Çox asandır. Əvvəlcə 150 qram otaq temperaturunda yumşaq halda kərə yağına mən vanilin, duz və 90 qram şəkər kirşanı əlavə edirəm. Əvvəlcə bu ərzaqları bir-birinə qarışdırıram. Yağla kirşanı yaxşı-yaxşı bir-birinə qarışdırmaq lazımdır. Bunun üçün biraz güc tələb edir. Möhkəm basmaq lazımdır spatula vasitəsilə ki, kirşanla yağ bu şəkildə bir-birinə qarışsın. Daha sonra bir ədəd yumurtanı yağa əlavə edirəm və yenə də yağla yumurtanın qarışmasını edirəm ki, qarışsın. Burada da yenə biraz hardasa 5-7 dəqiqə qarışdırmaq lazımdır. Yağ bu şəkildə gələnə qədər, sığallı olana qədər və mən toplamda 250 qram undan istifadə etdim. Əvvəlcə unun yarısını əlavə edirəm və unla yağı tamamilə bir-birinə qarışdırıram. Bu şəkildə qarışdırıram. Tam qarışdırdıqdan sonra mən yumşaq halda bu vəziyyətdə 2 hissəyə bölürəm və ayırıram, başqa bir qaba qoyuram bir hissəni. Çünki bu hissəyə mən rəng əlavə edəcəm. Əgər bərk halda olsaydı, rəngi əlavə edib qarışdırmaq çox çətin alınardı. Amma yumşaq olduğu üçün rəngi əlavə edib qarışdırmaq asandır. Və təbii ki, bu halda biz qoymayacaq, yəni yumşaq halda yenidən biz bura üzərinə un əlavə edəcək. Həm qırmızı rəngin, həm də ki adi şəkildə olan yağla un qarışımına. Gördüyünüz kimi bu şəkildə qırmızı rəngdə alındı və bu qırmızı rəngdə olunan xəmirin üzərinə yenə yerdə qalan unun yarısını əlavə edirəm və belə bir yumşaq xəmir əldə edirəm. Xəmir alındıqdan sonra bir salafan, üzərinə bir salafan örtürəm və qoyuram soyuducuya. Yerdə qalan unu isə adi şəkildə olan, yəni ağ rəngdə xəmirin üzərinə əlavə edirəm. Onu da yenə qarışdırıram, yumşaq bir xəmir əldə edirəm. Onu da qoyuram soyuducuya. Hardasa soyuducuya 10 dəqiqə ikisini də gözlədirəm. Görürsüz, yumşaq şəkildədir. Pesoçnu xəmir deyirlər bu şəkildə. Və sonra soyuducudan götürürəm. Soyuducudan götürdükdən sonra hər iki xəmiri 2 hissəyə ayırıram. Əvvəlcə qırmızı rəngi, sonra isə ağ rəngi. 2 hissəyə ayırıram və kündələrə əmələ gətirib eləyirəm. Və əvvəlcə hərəsindən bir ədəd kündəni istifadə edəcəm. Yerdə qalan kündəni isə qoyuram yenə soyuducuya. Yəni yumşalmaması üçün soyuducuda qoyuram. Əvvəlcə qırmızı xəmiri bu şəkildə yayıram, nazik şəkildə. Daha sonra ağ xəmiri nazik şəkildə yayıram. Bu şəkildə kənarları qırılacaq, çünki pesoçnu xəmirdir, qırılmalıdır. Siz buna fikir verməyin, əlinizlə düzəldin. Sonra belə bu şəkildə mən xətlər kəsirəm. Kənarlarını qırıb götürürəm ki, səliqəli olsun. Sonra bu xətləri yavaşca xəmir daskası ilə götürüb üst-üstə qoyuram. Bu eləməkdən məqsədim odur ki, mən bunları birləşdirib rulon şəklində edəcəm. Gördüyünüz kimi bu şəkildə. Qırılmağından heç də narahat olmayın, eybi yoxdur. Əlinizlə, yenə deyirəm, əlinizlə düzəldin. Burada məqsədimiz bəzəkli alınmasıdır. Əlinizlə bu şəkildə düzəldin. Və tam elədikdən sonra axıra qədər rulon şəklində bu şəkildə edirik. Daha sonra kəsirəm rulonu. Üzərini isə əlimlə səliqəli olsun deyə üzərindən basıram. Gördüyünüz kimi görürsünüz, içərisi necə gözəl bəzəkli alınıbdır. Hamısını bu şəkildə edirəm və etdikdən sonra yığıram bir qaba, yenə sobaya, bağışlayın, soyuducuya qoyuram. Sobaya yox, soyuducuya qoyuram ki, yəni biz bildiyimiz kimi bu xəmirin çox hissəsi yağdır. Yağ əriməməsi üçün qoyuram soyuducuya. Keçirəm indi isə yerdə qalan 2 kündənin üzərinə işləməyə. Bu şəkildə bir neçə hissəyə bölürəm və hər hissədən götürürəm bir dənəsini və uzunsov şəkildə, uzun çubuq şəklində edirəm. Həm ağdan, həm də qırmızıdan. Ağla qırmızını spiral formasında bir-birinə birləşdirirəm. Bu şəkildə. Və yenə rulon şəklində edirəm. Uc hissəsini isə əyirəm.
Yəni bu yeni ilin şirniyyatı ən dəqiq şirniyyatdır. Bunun iqruşkaları da var. Bilirik ki, uşaqların ən sevimli konfet, yeni il konfeti şirniyyatıdır. Biz də onu peçenyedən düzəldirik bu şəkildə. Hamısını bu şəkildə etdikdən sonra qoyuram soba qabına və 190 dərəcədə 15 dəqiqə ərzində bişirirəm. Gördüyünüz kimi bişdi peçenyelərimiz. Çox gözəl də alındı. İnanın, həm ətri, həm də ki ağızda ovulmaq o qədər gözəldir ki. İzlədiyinizə görə təşəkkür edirəm.